Sen de başın olsun. Hamına geçiyormun deri. İnşallah 10 tonda. Subaylar bir elin kaldırsın diyorum, ne kadar subay var? Ne kardeş, hamısı subaydı. Daha sen kabağa düştün sen. Rahaç da elin kaldırdı, gören oldu. Rahaç, Allah balanı xoşbaxt eləsin. Bilirəm ki, sən balan üçün hər şey edə bilərsən. Maşın ala bilərsən, ev ala bilərsən, vəzifəyə qoya bilərsən. Amma bəxt verə bilməzsən. Bəxti verən Ulu Tanrıdır. Ulu Tanrım bəyimizi xoşbaxt eləsin. Bax, bəxtləri mən burada dedim ki, sən dünyaya gələndən bu günü gözləyiblər, toyunu görmək üçün səni əzizləyiblər. Həqiqətən səni çox əzizləyib atan. Sağ ol. Axı deyir, övlad gələndən həyata nələr çəkir valideyn. Yaxşı bilir ana, ata nələr çəkir valideyn. Ona təhsil vermək üçün, bəhrəsini dərmək üçün, belə gününü görmək üçün nələr çəkir valideyn. Nələr dedim qaldı nələr, üzüm gülsə üzü gülər. Ata, ana olan bilər, nələr çəkir valideyn. Allah bütün valideynlərin balası xoşbaxt eləsin. Ha. Şairlik də aşıqlıqdır, bir haqqın vericisidir. Əmin kodun düzətlərə başı qadım, sabah da toydayam, mən yazıqam, şikəst eləmə məni. Şairlikdir, aşıqlıqdır, göylərdən yerə gələndən mələklə gəlir. Fıqanaq, qabağa gəl, fıqanaq küləklə gəlir. Şeyləmi, neçə yol keçib sınaqdan, sonra göndərilib haqdan, yaradana inanmaqdan pakarlı diləklə gəlir. Əkinçilər əkən kimi, biçincilər biçən kimi, ələnib su içən kimi, ələnib ələklə gəlir. Gəzdim dolandım elləri, Raş yığdım dürlü kəlmələri, nahidim bu şeirləri, Vasıfın sazı, hamısı yanıq kələminə, yanıq kələminə, yanıq kələminə gəlir! Sen gözalsan, az gözaldı. Selami, Bilgami, sağ, daimizi, atasını, dostlarını, şerefine, yandım, söndüm, yandınız sizleri. Tabiatta güzellik var. Kasımlarda yaz güzeldi. Oğlan